Deməli, neçə vaxt mən xüsusi xidmətə yazıram, uzun müddətdir mən qeyd edirəm. Oxunanda göy görsənir, oxumayanlar ağ. Bugün göy görsəndi. Bugün də bizdə ayın 26 mart. Yazmışam nə vaxtdan yazmışam, Allah bir illər bildir. Bu hamısı qeyd olunub da. Hani bunun 18-i yazılmışdı. Yoxsa hələ də göydəs bunlar oxunmuyor. Deməli bu Vahabi altıda qeyd eləmişəm. Bilinmir nazir cənab General Polkovnik Nağıyevdir, yoxsa Şeyx Damətdir. İndi bu şey eləyib mənə, bu şəxsi heyəti qarşısında alçalmış bu Vahabi özünə ağlı saydı ki, rəsmi WhatsApp nömrəsi müraciət zamanı etik normal riayət etməyiniz tövsiyə olunur. Gecə saat 1-in yarısıdır. Gecə saat 1-in yarısı hansı idarə, dövlət idarəsi ümumiyyətlə işləyir? 102-dən başqa, nə bilim, təzyiq tibbi yardımdan başqa. Bu Əbdülvahabdan əmələ gəlmə həyasız. Bu həyasızlıqdır da. Mən sabah saat indi 2-yə işləyib işə getməliyəm. Mənim əsəblərim pozulub. Mən işə gedə bilməyəcəm. Niyə? Hansısa bir Əbdülvahabın tapşırıqlarını yerinə yetirən dövlət xaini xüsusi xidmət orqanında oturub deyə. Məsələ nədən ibarətdir? Bu artıq qaynar xəttdə bu Vahabi, Altavər ərazisində yaşayan bu tərbiyəsiz qaynar xəttdə tapşırıq verib ki, mənim yazılarım oxunmasın. Ümumiyyətlə özü gəlib özü oxuyacaq. Rüşvət alıb axı. Mirqafar Seyidov kimlərin rüşvətini alıb, məni tuturmağın izini itirməyə çalışır. Bu tərbiyəsiz. Mən belə nə ad qoyum, mən buna nə kimi ifadə bildirə bilərəm ki, bu adam nə bilim, bir namusa qeyrətə gəlsin də bizim bu xüsusi xidmət orqanı əməkdaşı. Kənan Hacıyevin rüşvətini yeyən, hansı ki özü öz növbəsində Bəhəttinin rüşvətini yeyib. Yəni hamıdan rüşvət yeyib də bu. Elnur adlı Çuydəxanın rəisindən rüşvətini yeyən. Saat 1-in yarısı bu tərbiyəsiz, bu əxlaqsız mənə güya cavab göndərir. Etikaya kənar çıxmayın. Bəs bu qədər şərəfsizlik, bu qədər ləyaqətsizlik, bu qədər alçaqlıq, bu qədər binamusluq, bu qədər biqeyrətlik, bunlar hansı etik normalara sığır? Bunu hansı etikaya yazaq? Yazılımlarım da buradadır. Bir daha qeyd edirəm ki, bilinmir. Dövlət idarəsinə müraciət etsin, yoxsa ilahət adlanan şeytan yuvasına. Mən həyatımda belə bir həyasızlıq görməmişdim. Mən həyatımda belə bir tərbiyəsizlik görməmişəm. Mən həyatımda belə bir qurum, nə bilim valla tanımıram. Çox adam pisləyə bilər, amma kim nə deyirsə desin. Allah bizim Eldar Mahmudovun canını sağ eləsin, uzun ömür versin. Eldar Mahmudovdan qorxurdular, çəkinirdilər də. Bu Vahabidən əmələ gəlmə heç də nə qorxur, nə çəkinir. Bilinmir bizdə xüsusi xidmət orqanında Vahabilər idarə edir o orqanı, bilinmir orqanı kim idarə edir. Bir dənə Əbdülvahabdan əmələ gəlmə, şizofren, islamofob, xüsusi xidmət orqanı alıb əlinə. Mən vəziyyəti belə qiymətləndirirəm. Və hələ də azadlıqdadır, onun qonşusu Fikrət azadlıqdadır. Bunun bu Vahabi əlaltıları hamısı azadlıqdadır. Musası olsun bunun nə bilim, Nofər Mahmudov olsun, o birisi olsun, hamısı azadlıqdadır. Vecdəni deyil. Rüsvayçılıqdır. Bu bir biabırçılıqdır. Mən buna başqa bir ad qoya bilmirəm. Bir dənə Vahabi xüsusi xidmət orqanını idarə eləyir. Bildiyiniz Vahabi. Bu biabırçılıqdır, bu rüsvayçılıqdır. Bir daha qeyd edirəm. Bu adamın məni tuturmağı bəs deyil. Bu adam mənə başıma oyun açmağı bəs deyil. Özünü kriminal avtoritet hesab edən oğru Arif Sumqayıt Arifinlə 11-ci cəzaçəkmə müəssisəsində yufka giyini bəyninə daimi olaraq sintetizator ifa edən İlqarədir, onun oğlu Turaldır, Bəhəddindir, filandır, bəsmikandır, bu qədər cinayətkarlar var ortada. Bunların narkotik dövriyyəsi var və s. Bu adamın məni onlara görə tuturmağı bəs deyil. Hələ bir onlardan gedib rəzil rüsvay bir vəziyyət deyib, rüşvətdə yığıb. Hələ də bir qaynar xəttə tapşırıb ki, mənim verdiyim şahidlərə heç kim baxmasın, heç kim şahidimiz ümumiyyətlə baxılmasın. Bu da bizim xüsusi xidmət orqanının Azərbaycan dövlətinə qarşı yanaşması. Bundan başqa mən nə ad qoyum bu adamlara? İslamofob, rüşvətxor. Bu indiki baş vermiş hadisənin özü də çox böyük bir sübutdur ki, qardaş, təriqətdən əziyyət çəkənlər, islamofobiyadan əziyyət çəkənlərin heç bir hüquq mühafizə orqanında yeri yoxdur, ola da bilməz. Mən Əbülfət Rızayevə məktub göndərirəm. Keçən il, 2025-ci ildə. Hələ də məktubumu özlərinə ağıl Kənan Hacıyev və onun bandası özünə ağlı sayır. Mirqafar Seyidovun tapşırıqlarını yerinə yetirirlər. Öz rəisləri dura-dura. Budur həqiqət. Özlərinə səhifəni oxular, yəni atlar mən şey oxumayıblar hələ də. Susurlar. Hansı etikadan, estetikdən danışırlar. Saat 1-in yarısında kim ki hansı bir orqanın ümumiyyətlə ixtiyarı var vətəndaşını narahat eləsin.
Yəni insanda bir abır, həya, nə bilim, namus, nə bilim, qeyrət, nə bilim, vicdan. Bunlar gözəl xüsusiyyətlərdir axı. Yoxdur, yoxdur. Bu Vahabilərdə belə xüsusiyyət yoxdur. Bu ancaq həyasızlıq nümayişdir və salam. Və lazımlı qurumlar da ki, bu həyasızla, bu Əbdülvahabdan əmələ gəlməklə birmənalı tədbir görəcək. Və əgər o Vahabi fikirləşirsə, o Vahabi beyni ilə düşünürsə ki, bu adam xüsusi xidmət orqanını idarə eləyir, o çox böyük səhv eləyir. Həddən artıq böyük səhv eləyir.